Salam dostlar, hər vaxtınız xeyir olsun inşallah, hər gününüz uğurlu açılsın. Dostlar, bu günləri Qarabağ aşı bişirirəm, boyamalı aş. Yəni əsl boyanan özüdür. Yəni bunu boyanılmaya da şüyütlə də eləyirik. Bu Qarabağ aşıdır da. Çox qəşəng, yəni aş növlərimiz çoxdur. Azərbaycanımızın gözəl aş növləri var. Bu amma əslində boyanalı aş, əsl Qarabağ aşıdır. İndi burada suyu qoymuşam, qaynayır dostlar. Üstə duzunu da tökmüşəm, düyünü yumuşam. Hada 3 stəkan düyüdür. Sonra altına kartoşka düzəcəm. Kartoşkanı da duzlamışam, sarı kökün vurmuşam. Boyanamı da burada yuyub doğramışam. Bir də nə deyim dostlar, bunu xanımlarımız bilir. Yəni bu aşın altına əslində quzunun qabırğalarından düzülür də belə. Yəni ki, ondan çox dadlı olur. Əslində baş belə pişir. Bizdə evdə, yəni oğlum onun altına bir dənə toyuq tikəsi qoyulsa, ya ət qoyulsa dilinə də vurmaz, xoşlamır. Ona görə eləmirəm. Adicə bu turşulu qaralı aşında o yavan düyünü yeyir. Ona görə də yəni qoymuram. Əslində bunun əsl şeyi ətləndi də. Yəni bunu hamımız bilirik. Xanımlar istəməyəndə, ət olmayanda evdə toyuq da qoyurlar, toyuq da düzürlər. Yəni belə. O xanımlarımız bilir. İndi başlayaq bişirməyə. Su qaynayır. Düyünü tökürəm. Dostlar, aşı süzdüm. Gözüne koydum ama göz güclü yanır. Yağ əlavə edirəm. Dostlar, indi kartoşkaları düzürəm.
Dostlar, bir dənə də yumurta vururam. Biraz dəmlənsin dostlar, yine yağ əlavə edəcəm. Dostlar, görə yaşımız nətərdir. Dəmlənir, buğlanır. Kodunu az vermişəm, biraz da azaldım. Burada qoyuyorum. Çox yanmasın. Yağ da əlavə eləmişəm. İnşallah dəmlənsin. İnanırsınız dostlar, hələ indi buğlanır. Evi bir boyananı götürüb. Boyanadan başqa yalandır da. Dostlar, düyüm dəmləndi, hazırdır. Söndürürəm.